Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Allah ibadət itaatlərinizi qəbul etsin və bu gecə Qədir gecələrinin sonuncusudur. 23-cü gecədir. Allah Teala Qədir gecələrinin fəzilətlərini hamımıza nəsib eləsin inşallah. Bugün əziz dəyərli ustadımızla birgə inşallah həm bu haqda, həm də Həzrət Əmirül Müminin əleyhissalam haqqında söhbət eləyərik. Hacı, salamun aleykum. Aleyküm salam və rəhmətullah. Allah qəbul eləsin inşallah. Allah bu gecənin bütün fəzilətlərini bizim halımıza şamil eləsin. Axırıncı Qədir gecəmiz qərar verməsin. Allah bu gecədə bütün günahlarımızı bağışlasın inşallah. Amin ya Rabbil Alemin. Əmirül Müminin əleyhissalamın şəxsiyyəti o qədər geniş, dərin, əhatəlidir ki, biz görürük ki, elə bir şair demək olar ki, yoxdur ki, Həzrəti Əliyə müraciət eləməsin, o haqda yazmasın. Və o cür insan, şairlər sanki özlərini boz bilirlər ki, Həzrəti Əli əleyhissalamdan nəsə yazmalıdırlar, Əhl-i Beytdən nəsə yazmalıdırlar. Mən istəyirəm ki, deyəsən, siz yenə də Həzrəti Əli haqqında bir dənə şeir gətirmişsiniz. Bu illəri mənimki şairlərlə oldu da. O yaxşıdır da, bir fikri həm bədii şəkildə, həm də dolğun şəkildə şairlər çatdıra bilirlər. İstəyirəm elə əvvəlcə o Həzrəti Əli haqqında olan o şeiri səsləndirəsiniz və biraz Əmirül Müminin əleyhissalamın mübarək şəxsiyyətindən danışaq, sonra inşallah Qədir gecələrinin fəzilətlərindən danışarıq. Bismillahirrahmanirrahim və bihi nəstəin, innəhu xeyrun nasirin və mu'in və sallallahu ala seyyidina və nəbiyyina və alihi tahirin və lənətullah ala ədaihim əcməin. Allah Teala'nın salavatı salamı olsun Peyğəmbərə, Əhl-i Beytinə və müminlərə. İnşallah Allah Teala'nın bəyəndiyi bəndələrdən olaq, Peyğəmbər və Əhl-i Beytinin həqiqi dostlarından olaq. Bunun yolu təqvadır, ibadətdir, itaətdir. Onun da əsas başlanğıcı günahların olmamasıdır, günahların təmizlənməsidir, günahların paçlanmasıdır. İnşallah o mövzulara da bir miqdar işarə eləyərik. Bir hissədə qaldı şair və şeir mövzusunda. Ümumiyyətlə ki, siz acı buyurdunuz, Peyğəmbərin, şairlərin dili şeir dilidir, hikmət dilidir. Çünki Həzrət Rəsulullah buyurur ki, şeirin özünün bir hikməti var, düzdür. Qur'anda Allah Teala Əş-şüəraiyyət bunlar xəyalpərəst olarlar, ardizən amma illəl-ləzinə amənu istisna olur ki, amma iman gətirənlər, o cürə dövr iman gətirənlərin şeirlərində hikmət var, ondan sonra məna var, insanı o necə deyərlər də başa salmaq yolları var, cəzb eləmək yolları var və elə Həzrəti Rəsulullahın da vaxtında şairlərin rolu var idi. Məsələn, Həssan ibn Sabitin, məsələn, özdə o xüsusi önəmdə, xüsusi vaxtda ki, Peyğəmbəri və müsəlmanları müşrik şairlər həzv eləyirdi. Onların barəsində pis sözlər. Həssan çıxdı, başladı onları həzv eləməyə, özdə adlı sanlı şair idi və Peyğəmbəri, müsəlmanları mədh eləməyə. Hətta Həzrət Rəsulullah buyurdu ki, sən ki, nə qədər bu ruhiyyədəsən, Ruhul Qudus sənə kömək edir. Amma o qeydə varmışdı da, sən nə qədər ki, bu ruhiyyədə. Biz və Əhl-i Beyt, bir hədisdə bu var ki, nə qədər ki, biz Əhl-i Beyti məth eləyirsən, Ruhul Qudus sənə təyid olacaq. Köməkli eləyəcək. O baxımdan bir də ki, bəzi hallarda da insan bəzi şeyi eləməyə məcbur olur. Çünki onu eləməsə, o ortalığa çıxa bilməz. İslam gələndən sonra bəzi qapılar bağlandı, bəzi qapılar açıldı. Şeir, incəsənət, ədəbiyyat qapısı İslam gələndən sonra bəziləri bağlandı. O müşrik ərəblərin mənasız şeirləri, demələri, gülmələri, lağlağaları, mənasız vaxt keçirmələri, bu müəlləqat-ı səbrin
heç bir nə hikməti var idi. Sadəcə şeir baxımından yaxşı şeir idi, götürüb asırdılar özdə Kəbənin divarına. Allahın məscidində dünya söhbəti, danışmaq, şeir demək məkruh olan halda bunlar götürüb onu asmışlar Allahın evinin divarına. Onlar bağlandı. Amma ədəbiyyatda istər şifahi, istər yazılı ədəbiyyatda bir ayrıca qapı açıldı. Yeni bir mərhələ başlandı. Yeni bir elə bil obraz gəldi, çıxdı ortalığa. Məsələn, onun ən belə kəskin şəkildə özün büruzə verən Qədir-i-Xum hadisəsi oldu. Qədir-i-Xumdan sonra nə qədər şairlər Qədir-i-Xum barəsində şeirlər yazdılar. O ədəbiyyatda bir növ bir qapı açıldı, bir səhnə açıldı. Kərbəla hadisəsində məsələn və Kərbəla hadisəsindən sonra və dəqiqən demək olar ki, hansı bir şair ki, özünə məsələn şairinə ehtiram eləyib, şeirə ehtiram eləyib, onu yaşatmaq istəyib, o mövzularda bir var işarə eləyib keçib, bir var məsələn nəsə hardasa bir misal vurub, yox, əməlli başda həsr eləyib məsələn o mövzuya. Bizim məsələn bu cəmiyyətdə aktual olan mövzulardan biri məsələn Kərbəla din deyil, İmam Hüseyin din deyil filan bu cürə sözlərə axtarsan şairlərin hamısının qələmində var məsələn. Mirzə Ələkbər Sabiri Allah rəhmət eləsin deyir, İslamımızı etməliyik böyləmi ehya, imanımızı qılmalıyıq beyləmi ifa. İslam o deyilmi ki, cigər quşe zəhra baş verdi yolunda, susuz alqan arasında. Yəni, onlara cavabdır. İslam və siz nə deyirsiniz? Bizə ölü İslam lazım deyil, diri İslam lazım. Dünənləri mənə bir şey atmışlar acı, belə burada gördüm. Bir nəfər zeytun yağına dua oxuyur, pullayır, özdə qoyub ki, satdığa. Bir qardaşlardan biri deyəsən Hacı Famil idi, qəşəng bir dənə şey yazmışdı onun dalıcan. Deyirlər ölüyə Quran oxumaq şeydir, olmaz, nə bilim filan bəsməşən qəbahətdir və bu yağa niyə bu duanı oxuyurlar bunlar? Yağın ki canı yoxdur, əgər bunun xeyri yoxdursa ölüyə bu yağa niyə duanı oxuyub reklam eləyirlər? İndi bu cavabdır bir dənə. İslam siz nəyə deyirsiniz? Bizə ölü İslam lazımdır, bizə elə diri İslam lazımdır. O da Peyğəmbərin nə idi? Əhl-i beyti idi. Yəni, məsələn, Seyyid Əzimin o məşhur şeiri vardı ki, Hadiyə yazır. Kim deyir ağlamasan Kərbəla sərvərinə, canımız cümlə fəda olsun onun əkbərinə. Ağladı ərz-ü səma, teşnə ölən əsxərinə, bunu inkar edənin zatına lənət hadır. Bu dindir də, bəs din necə olur? Din elə belə yaşayır da. Din şəhid verir, yaşayır, din qurban verir, yaşayır. Dinin ən birinci mənbəsi Quran-ı Kərimdir. Quran-ı Kərim başdan ayağa Peyğəmbərlərin dastanlarından, salih insanların dastanlarından. O cürə yəni Allah Teala tarix kontekstində, tarixi mətnlər əsasında dini bizə çatdırır və dini təlqin edir və şəxslərin simasında. Biz o dünənlərdə danışırdıq, şəxslər haqqı tanıyandan sonra, dini tanıyandan sonra şəxslər bir nömrəlidir. Bilirsiniz, acı, birinci, ikinci mövzu var. Birinci, ikinci mövzu. Məktəbdə birinci əlifbanı öyrənirsən. Amma məqsəd əlifbadan 32 dənə hərfi öyrənmək deyil ki, məqsəd əlifbanı öyrənməkdən əsl hədəfi öyrənməkdir. Ona görə də Quran-ı Kərim deyir, əlləməl Quran xələqəl insan. Yaxşı, Quranı öyrətməyi xilqət insandan qabağa çalır. Amma halbuki insan xəlq olmasa Quranın belə kimə göndərətsən. Amma üçün Qurandır xilqətdən məqsəd, onu görsən qabağa salır. Bəzən də heç qabağa da salmasa, biz əlifbanı oxuyuruq ki, məsələn, elmi öyrənək. Və əslində əlifba o öyrənək. Dali ardıcan getməyək, onun bir faydası yox. Biz haqqı tanıyırıq. Haqqı tanıyandan sonra, ondan sonra əlifbadakı sonraki mərhələlər gəlir ki, elə bu ona bağlıdır. Ki biz haqqın simasında, haqq insanların simasında, haqqa necə əməl olunur, haqqa necə kömək olunur, haqq necə müdafiə olunur
və Allahın qanunları, kitabları, hökmləri necə tətbiq olunur, ondan sonra nə olur? Məsələn, İmam Hüseyin əleyhissalam nə deyirdi? Əmə tərəv ənəl haqqə la yu'məl bih. Görmürsüz, haqqa əməl olunmur, batildən çəkindirilmir, insanları yaxşıya dəvət eləyən yoxdur, insanları pislikdən çəkindirən yoxdur, özü çıxır ortalığa. Allahümmə innəkə tə'ləmə ənni ləm əxruc əşərən və la bətərən və la mufsidən və la zalimən. Allah, sən bilirsən ki, nə vara görə, nə dövlətə görə, nə vəzifəyə görə, nə şan şöhrətə görə, nə kiməsə zülm eləməyə görə, nə də cəmiyyətdə qarşılıq yaratmağa görə. İnnəmə xərəztu li tələbi islahi ümməti cəddi. Məqsədim cəddimin ümmətinin islahını tələb eləməkdir. Normal bir cəmiyyət yaratmaqdır. Cəmiyyətin hamısı başı qarışıb bəni müəyyənin çirkin işləri ilə. Yəni, burada o şəxslərin simasında gəlib dinin, ya həqiqətin, ya əxlaqın ortalığa çıxması orada çox gözəl şəkildə özünü büruzə verir ki, bu şeir mövzusu da odur. Bunlar məcbur olublar bundan, həm başa düşüblər. Hamı özünə, məsələn, bunun qələmi var. Məsələn, görürsən, fikir verirsən, yolda su, yağış bərkdir, mən dəfələrlə görmüşəm. Elə bizim küçənin aşağısında da var. Yağış bərk yaxanda yuxarıdan yoldan su gəlir, orada yığışır. Camaat keçə bilmir. Görsən, biri gəlir, keçir. Saxlayır maşını, suyun bu üzündən adamı götürür. 10 metrə, 8 metrə keçir o üzündə, saxlayır, düşürdür. Bu adam boş maşınla gedir. Biri də qalıb orada suda keçə bilmir. Özünə vəzifə bilir, bunu 10 metrə keçirsin o anı. Şairdir, Allah buna istedad verib, Allah buna zəka verib, ağıl verib, düşüncə verib, qələm verib, özünə borc bilir bu mu'tiyə, əta eləyənə, o şükrü, munimə, şükr eləmək babətindən, həm də ki, bunu yazmasa ortalığa çıxa bilməyəcək. Bu bunu yazmasa, sən deyir, nə tər şairsən sən bu boyda aləmdə, sən bir dənə dağın əyriliyin görüb ona yazmısan, bir dənə dərənin dərinliyin görübsən yazmısan, sən çayın güruldayan səsinə yazırsan, yaxşı, sən Peter fəhləsinə götürüb şeir yazırsan, necə bu boyda məsələn Kərbəlaya bir dənə şeir yazmamısan? Ona görə dahilər hamısı yazıb da, bizim indi mövzumuz o dövrdə, Allah rəhmət eləsin, Xurşud Banı, Atabanı ki, hamısında var. O da məsələn, söylə Hüseynə İsəba, Kərbi bəlaya gəlməsin, gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Yəni, hamısında var. Bu bir dənə ilahi dildir ki, əgər haqq ondan təbliğ olunsa, ondan haqda istifadə olunsa, çox gözəldir, əladır və illa bəlhum əzəl olur da, ülaikə kəl-ənam bəlhum əzəl. O cümlədən, məsələn, Kərbəladır, ədəbiyyatda, məsələn, Nuhə, hətta dilin yaşamasında, o dilin özünün təmiz öz dilində yaşamasında nə qədər rolları var onun, o necə ədəbiyyatın qorunmasında nə qədər rolları var. Bizim Azərbaycan şairləri də, məsələn, qədimdən cüzu bəyana gəldi, hamısı bu mövzuya işarə eləyib, ondan sonra qəşəng yazıblar, Qasım bəy Zakirə deyiblər ki, sən o şeirin axırında özün general rütbəsinə qalxmısan, o kəlməni nöş yazımsan orada ki, mən İmam Hüseynin qapısının, məsələn, plan, məsələn, belə bu cürə. O deyir ki, orada o cürə olmaq, o çarın generallığından mən üçün çox-çox üstündür, məsələn. Sən onu fəxrlə deyir özü də. O məşhur şeirdə deyir, gərək zuhur edə haqq, səc o vəzni qafiyədə və illa şair o, şeir o, şuara olsun. Şeir, bu istedadı sənə Allah verir. Elə bil, məsələn, burada oturmuşuq, hamımız acıq. Mən, Allah eləsin, qismət eləsin, çıxardım 10 manat pul verirəm, deyirəm, gedin bir çörəkdən, pendirdən alın, gətirin. Gedib alıb gətirirsiniz, özünüz yiyirsiniz, mənə dəvət eləmirsiniz. Necə baxarlar buna? Yaxşı baxarlar. Necə? Hamı qınıyar. Bu şeyin hamısını Allah verib sənə. Bundan heç olmasa bir misrasında Allah yolunda. Təşəkkürünü yerinə yetirəsən. Təşəkkürünü, bəli, yerinə yetirəsən. Bu birinci şeirimiz, deməli, bir dənə Məsihi şairidir, İlya Əbu Mazi. Əvvəl bunun ərəb şairidir, Məsihidir özü. Əvvəl bunun bir dənə sözünü deyim adı sənə, sizə. Ondan sonra bu şeiri oxuyum, keçək əhya mövzusuna.
Burada elə bu mən bayaq o şeiri çoxdan əzbərimdə var idi. İstədim elə axtarım bunu yazılı surətdə tapım. Tapanda elə şeirin özünü yazdım. Şeir gələndə müəllifi də gəldi və bunun bir dənə sözü gəldi. O da şeir formasındadır. Amma biraz o uzunda da keçdim onun üstündən. Bir dənə söz deyir. Mən birinci dəfə eşidirdim o sözü. Deyirdi, Kəbəyə təvaf eləyənlər əgər o Kəbənin içərisində dünyaya gələnin barəsində fikirləşmirsə heç, axı bu divarın çartdağının barəsində heç olmasa baxıb bir ibrət götürsünlər. Oradan ki, Fatimə bint Əsəd gəldi, girdi içəri. Deyir, bu Kəbənin içini görmürsən. Amma bu çölündəki divarın çartdağını ki, görürsən. Niyə fikirləşmirsən bu divar niyə belədir? Yaxşı. Bu cürə həmin şeiri yazıb, deməli, ləm yəkun fi Kəbətir rəhmanı mevludun sivah. Allahın Kəbəsində bundan başqa heç kim doğulmayıb. Bundan başqa heç kim doğulmayıb. İstəala fil bəraya əmməsilin fi ulah. Demək, varlıq aləmində bəraya insanlar mənasındadır da. Canlılar, insanlar içərisində bundan üstün bir misal yoxdur. Hətta bunun bir şeyin bir başqarma formasında var. Deyir ki, heç ənbiyaya da qismət olmadı o. Həzrəti İsa'nın, Həzrəti Məryəm Kəbəyə tərəf, Beytəl-Müqəddəsə tərəf gələndə Allah Teala qaytardı onu geri. Dedi, get o xurma ağacının altına. Orada tusaqı təleyki, hazır xurma da var orada, təbəncəniyyə. Orada o xurmalardan da dərib yeyərsən. Yaxşı, deyir, bu heç kimə qismət olmayıb. İstəala fil bəraya əmməsilin fi ula və təvəlla zikrəhu fi muhkəmil zikri ilah. Özdə bu mövzuna, bu mövludu, bu dünyaya gəlməyi, yaddaşlara köçürtməyi möhkəm zikri də, yəni Qur'an-ı Kərimdə təvəlla öhdəsinə götürübdür kim? Allah Teala özü. Yəni bu dünyaya gələn uşağın tanıtdırılması, yada salınması, insanlara çatdırılması Allah Teala öz möhkəm zikrində, yəni Qur'an-ı Həkimdə özü öhdəsinə götürübdür. Əyəqulul qurri fihi bə'də hazə ləstü ədri. Ay qurr, yəni o həddini aşan da. Hələ sən bundan da sonra deyirsən, tanımadın mən əlini. Gözəl. Bundan sonra deyir ki, Əqbələt Fatimətu hamilətən xeyrəcənin. Fatimə bint Əsəd həml eləyirdi, gətirirdi. Ən xeyirli bir dənə cənin, ən xeyirli bir uşağı. Özdən necə vücuda gəlmişdi? Burasını çox izah eləyəməyəcəm. Elə tərcümə eləyim keçim. Cəə məxluqən bi nuril qudsiləl ma'il məhin. Deyir, bu uşaq ki gətirirdi bunu, nuru qudsidən yaranmışdı. Ma-i məhindən yox. Bu fərqli idi. Özdə deyir, bax, bu iş, bu hadisə. Burası az çox diqqət eləməlidir. Bu hadisə. Bir dənə yer üzündə milyonlarla xanımlar var. Məsələn, onların içərisində, məsələn deyək, milyonlarla hamiləsi var. Uşaq dünyaya gətirəcək. Allahın bəndəsidir, ana olur, beşt olur, ondan sonra hətta Allah iraq eləsin, o halda dünyasını dəyişsə Allah şəhid savabı verir filan. Bunların hamısı yerində ehtiramı. Amma bu bir ayrı bir aləmdir. Bu ayrı bir işdir. Niyə? Deyir, ayrı işliyin nə ilə bilir? Və tərəddə mənzərəllahutu beynəl aləmin. Biz bilirsiniz də bizim nasut aləmində yaşayırıq. Biz nə qədər yüksəlsək, mələkut aləminə qədər yüksəlirik. Ondan yuxarı bir dənə Allahut aləm var ki, biz deyirik. Heç biz onu dərk eləyəmirik. O xüsusi bir aləmdir. Bir var deyək ki, mələkut aləmini, deyir, yox, lahut aləminin nəzərin cəlb elədi yer üzünə bu hadisə. Və tərəbdə mənzərə lahutu beynəl aləmin keyfə avdə fi cəmbin və sədrin ləstü ədri. Deyir, niyə döndərdi? Deyir, ona görə döndərdi ki, bu hadisə necə baş verir? Maddi bir aləmin içərisində mücərrəd bir varlıqdan maddi bir varlıq əmələ gəlir. Cəə məxluqən bi nurul qudsi daxı. Yaxşı, bu necə olur?
bir dənə ana hamilə olur, uşaq dünyaya gətirir, amma varlıq aləminə qoyulan qanun burada tətbiq olmur. Bu iş Nuru Quds ilə baş verir. Biri də indi məsələn də 100% etiraz edənlər də olacaq. Misalı da ki, onun belə çox aydındır. Misal kimi deyirlər, Həzrəti Adəmin heç nə atası vardı, nə anası vardı. Allah Teala bu cürə o torpaqda bir zahiri bir şey idi də məsələn gəldi. Ya məsələn Həzrəti Məryəm nədən hamilə oldu? Və nüfəxə ruhi. Ruhu bizdəmi bilədir. Deməli, və ərsəlnə iləyhə ruhana fətəməssələ bəşərən səviyyə. Biz deyir, ruhumuzu göndərdik ona, bir bəşər formasında ona təməssül oldu, misallandı, göründü və hamilə oldu. Hələ bu Adəmlə Həzrəti İsa'nın mövzusundakı aləm dəymişdi bir-birinə ki, necə olur bu atasız dünyaya gəlir. Həzrəti Məryəmə də nə qədər böhtanlar atdılar. Ya uxtə Haruna ləm yakun makanə Əbu kimrə suin və ma kanət ummiki bəğiyyə. Sənin atom pis kişi deyirdi, anon pis qadın deyirdi. Sən bunların hamısına qədər də Allah da dalbadal möcüzəni göstərirdi. Deyirdi, denən oruç tutmuşam, deyirdi, denən danışmayacam, deyirdi, denən uşaqdan soruşun. Keyfə nükəllimu mən kanə filməti səviyyə. Gəldilər, dedilər, sən bizə nə danışırsan? Biz bu bələydəki uşağı necə danışdıraq? Uşağı da 3 günlük uşaq. 3 gün demişdilər oruç tutmağa. Dedi, İnnə əbdəllahi ataniyəl kitabı və cəhələn nəbiyyə. Bunların hamısını görəndə Misir bütpərəstləri 6 aylıq uşağın Həzrəti Yusufun pak olmağına, təmiz adam olmağına şəhadət verəndə Misirin bütpərəstlərinin çoxu iman gətirdi Allaha. Amma Həzrəti İsa'nın mövzusunda müsəlmanlardan, o başçılarından, mollalarından çoxu iman gətirmədi, hətta o möcüzəni görəndən sonra. Bəni İsrail də müsəlman idilər. Allaha iman gətirmişlər, Peyğəmbərə iman gətirmişlər. Yaxşı, özlər. Bu həm də bir şairin vəsfidir. İndi o şairin gör Həzrəti Əleyhissalama olan mərifəti, onun nəzərində olan o baxışı nə qədər yüksəkdir ki, yəni bu şəxsiyyəti necə dəyərləndirir? Və həqiqəti də budur. O mövzuda Həzrəti Allah Quran-ı Kərimdə deyir ki, Məsəlu İsa kəməsəli Adəm. İsa barəsində narazsız. Hələ Adəmə baxın, yenə bunun anası var, o yetimin heç anası da yox idi. Elə deyir. İndi burada deyəndə ki, heç biri yox idi, yaxşı. İndi burada deyəndə ki, necə Nuru Qudsidən bu vücuda gəlir, necə Həzrəti İsa Nuru Qudsidən vücuda gəlmişdi, bu da onun kimi. İndi bu kişi də deyir ki, kim idi? İlya Əbu Mazı deyir, heç fikirləşirsən bu necə baş verdi, ləstu ədri, yenə də ardıcan durub deyirsən ki, mən tanımıram, başa düşmürəm. Bu necə olur, nətər olur bu? Bu deyir, heç kimə qismət olmayıb və bu faktdır, gözünün qabağındadır. Və hətta mənbəylər də burada, mən bayaq baxırdım, bütün o mənbəyləri də verirdi ki, Kəbədə, heç ki, bu mövzuda ümumiyyətlə ixtilaf yoxdur. İxtilaf yoxdur. Əli Əleyhissalamın o fəzilətləri ki, da indi... Hacı, çox maraqlıdır. Allahın evində dünyaya gəlir, Allahın evindən də dünyadan köçür. Keçən səfər siz... Bu yandan da cəmaat deyir ki, bəyəm namaz qılırdı. Namaz qılırdı. Onu deyirdi, Zöhünləri lap birinci gündə, dünən də ona işarə elədik, birinci əhiyyatı da işarə elədik. Əli Əleyhissalam deyir ki, vay yolun uzaqlığından, vay düşmənin çiynəsindən, vay dostların cahilliyindən. Çiynəli düşmən elə təbliğat, elə zəhərləmişdilər. O cahil dostlarda elə doğrudan belə də əksəriyyətinin qəlbinə şübhə düşmüşdü. Allahın evində dünyaya gəlib, birinci namaz qılıb. Hamı da Həzrəti Əlinin döyüşdə də namaz. Məsələn, var deyir, Siffeyində döyüşün o qızğın yerində azan vaxtı idi. Həzrət dedi ki, Malik də orada xof namazı da qılsalar, dedilər ki, dedi, namazı bərpa eləyir. Dedilər, ya elə döyüş, Allahın düşmənini öldürürük. İndi bu döyüşün ortasında nə namaz? Dedi ki, biz elə o namazdan ötürü vuruşuruq.
İmam Hüseyin əleyhissalam bir gecə möhlət alır. Düşməndən nə su istədi, nə çörək istədi, nə əmanət, heç nə. Dedi, bir gecə möhlət verin, ibadət eləyək. Birinci kəlməsi də ibadəti o gecə oturanda deyir, Allahümmə innəkə tə'ləmu ənni uhubbus salat. Allahım, sən bilirsən ki, mən namazı sevirəm. Hacı, Gör, azı üzr istəyirəm, namaz nə qədər əhəmiyyətlidir. Məsələn, bizim bu qədr gecəmizin 100 rəkət namazı var. 100 rəkət. O namazın önəminə dəlalət edir. Əmirül Müminin əleyhissalamın ibadətindən indi siz söz açdınız. Həzrətin ibadəti, yəni həqiqətən bu şəxsiyyət Allaha elə bağlı idi ki, sanki o ibadətlə nəfəs alırdı, yəni yaşayırdı o ibadətlə. Necə ki, o mələklər barəsində Allah təala buyurur ki, bəl ibadun mukramun. Onlar Allahın hörmətli bəndələridir. Sonra buyurur ki, onlar Allahı zikr eləyərlər, amma bezməzlər. Yorulmaz. Ayətullah Zavadani bilirsiniz da, nə deyir o mövzuda? Buyurun, necə buyurun? Ayətullah Zavadani deyir ki, bu mələklər niyə dayanmadan zikr eləyirlər? Deyir, çünki onların nəfəsi odur. Necə biz nəfəsimiz dayansa ölərik, nə qədər saxlaya bilərik nəfəsimizi. Onlar da zikirdən dayansalar ölərlər. Bəli. Yəni, həqiqətən də insan məsələn, dünyada hansı işi görsə bezmir. Yəni, məsələn, hansı işi görsən yorulacaqsan. Yeməkdən də yorulursan, gəzməkdən də yorulursan, nəfəs almaqdan. Amma nəfəs almaz ki, sən artıq hiss eləmirsən, bunu iş saymırsan. Yatanda, duranda özündən. Bəli. Ona görə deyir ki, mələklər Allahı zikr eləyərlər, bezməzlər. Bu, sanki insanın nəfəs almasına bənzəyir ki, yəni, bu nə yorğunluq gətirir, heç nədə, yəni sanki onun həyatı ondan ibarətdir. Bazı bir dənə söz deyim, biz bu mələklər ibadun mukremundan danışırıq. O da bunların başçısı Cənab-ı Cəbraildir. Birisi də Cənab-ı Cəbrail yətəmənnəl Cəbrailü ən yəkunə min bəni Adəm. Bir xəmsi xisal. 5 dənə şeyə görə Cənab-ı Cəbrail təmənna elədi ki, kaş mən də bəni Adəmdən olaydım, özləri Həzrəti Rəsulullaha deyir. Niyə? Deyir ki, kaş bəni Adəmdən olaydım, gəlib təşyi cənazədə iştirak eləyirdim. O cənazəni götürən dəfn mərasimində iştirak eləyirdim. İkinci də ki, elə o birisilərlə işim yoxdur. İkinci də ki, deyir ki, gəlib cəmaat namazında iştirak eləyirdim. Baxın, o mələklər ki, onların nəfəsini əvəz eləyən zikridir, ibadun mukremindir. Bunun başçısı gəlir, gör Allah bizə nə qədər dəyər verib, nə qədər üstünlük verib. Namazda gör nələr varsa ki, biz onu başa düşmürük. Yaxşı, dərk eləsək belə namaz qılmarıq ki. Elədir. Dərk eləməsi adama bir damcı, bir dənə qaşıqda su verələr. Deyərlər ki, bunu içsən, ömrün boyu heç vaxt xəstələnməyəcəksən. O su ilə necə rəftar eləyər adam? Onu necə götürər, qoyar ağzına ki, neynəməsin? Dağıtmasın onu. Qədrini bilər, dəyərini bilər, önəm verər ona. Ondan 1000 dənə, onsuz da biz o su içsək də, içməsək də öləcək. 70 il, 60 il, 50 il, nə bilim, uzaq qoy olsun 100 il məsələn. Amma burada əbədi yaşamaq var. Əbədi yaşamaq var. Ona görə biz, məsələn, Cənab-ı Cəbrail deyir ki, mən də gəlim, adam olum. Çoxbalarda qalım, ondan sonra çətinliklər çəkim, əlim qabar olsun, çörək qazanmaqdan ötürü dalımcan söz desinlər, qınasınlar, filan eləsinlər, çörəyimi yeyib dalımcan danışsınlar, üzümə gülsünlər, dalımcan tənə vursunlar. Bunların hamısını qəbul edirəm. Amma bir dənə də cəmaat namazında iştirak edirəm. Bu qədər əhəmiyyəti var namazın bizim üçün. Bu qədər önəmi var namazın. Onun da lütfün Allah Teala bizə məsələn o icazəni Allah Teala verir. Birdən Allah namaz, bir dənə var söz deyəcək. Allah Teala birdən bu namazı bizə vacib eləməsəydi, bu orucu bizə vacib eləməsəydi, bu qədr gecəsini bizə məsləhət görməsəydi, biz nədən bu günahlarımızı yuvardıq? Mənəviyyatımızı nə ilə düzəldərdik? Axirətin o cəhənnəmdən nə ilə nicat tapardıq? O qədər də əhəmiyyət Allah Quranda nə qədər əqimus salat deyir. Hətta gəlir deyir ki, və xələfə min bədhim xəlfun. Peyğəmbərə xəbərdarlıq edir. Bir dəstə səndən sonra, bunlardan sonra gələcək əzaus salat və təbəus şəhavat. Ya Rəsulallah,
Bunlar gələcəklər, namazı zayi eləyəcəklər. Demirəm, namazı qadağan eləyəcəklər, namazı qılmağa qoymayacaqlar, namazı tərk eləyəcəklər. Namaz var, namaz qılınır, amma əzzau, zayi eləyərlər, hədər eləyərlər insanın namazın. Elə işlər yaradarlar cəmiyyətdə. Namaz qılan vəylun lil musəllin deyir də Quran. Vay olsun namaz qılana. Quranda var vəylun li tarikis salat. Xeyr. Namaz qılmayana vay olsun yoxdur ki. Demir ki, namaz qılmayan məqamı artıqdır, yox. Amma məhz namaz qılmayan ola bilər başa düşmür, ola bilər səhlənkarlıq eləyir, ola bilər tənbəllik eləyir. Ola bilər hələ məsələn də deyir inşallah Allahın rəhmətinə arxayındır. Allah ərhəmər rahimindir. Qoy biraz da keçsin qılacam. Durub demir əcəb eləyirəm, qılmıram. Elə bir adam görməmişəm mən indiyə qədər. Hə? Amma namaz qılana görə niyə görə deyir ki, vəylün lil musəllin. Vay olsun namaz qılana. Niyə? Çünki bu başa düşür. Bilir. Həm namazın mahiyyətini bilir. Yəni ən azı vacibliyin bilir. Zərurətin bilir. Allaha başlasın bilir. Baş əyməyin bilir. Allaha yaxınlaşdırmağın bilir. Qurbanı kullu təqidi də deyir Əs-Salat Həzrət Peyğəmbər deyir. Bütün təqvanın o yaxınlaşdırıcısı namazdır. Yaxşı, bunu başa düşər. Dediyim o bir dənə dərmanla sən, bir dənə qənd əlindən yerə düşəndə bir saat axtarırsan, heyifdir, o qənd. Qoy axtarım şey eləyir. Ya bir dənə dərman, ya başqa bir dənə şey. 1 manatını itib saat yarım küçədə fırlanırsan, palçığını çıxartmırsan 1 manata görə. Sən bu boyda namaz bilirsən nədir? Və o hədisdə var, onu deyim acı sonra siz sözü deyirsiniz ki, namazı ölçürlər. Bilirsiniz də bəzi ibadətləri, bəzi ibadətlərlə, bəzi günahlarla müqayisə eləyirlər. Məsələn, deyir, filan günah Kəbəni yandırmaq qədərdir, filan günah 70 dənə Quran yandırmaq qədərdir, filan günah məhrəmi ilə zina eləmək qədərdir, çirkindir, ya qeybət ölmüş qardaşın ətini yemək kimi bir şeydir. Savabında gəlib savablarla. Məsələn, deyir, bir dənə namaz bir həccə bərabərdir savabda. Adam düzgün bir dənə namaz qılsa, Allahu Əkbər, həcc neyinir adamı? Həcc, ehram bağladın, elə bil anadan təzə dünyaya gəlmişsin. Bütün günahlar yuyulur, əgər düzgün başa vurursun. Burada da Allahu Əkbər deməklə bütün günahlar bağışlanır. Oldun elə bil anadan təzə dünyaya gələn. Həcci gərək qutarasan, burada bu başdan deyir. Elə bil indi dünyaya gəldin. Və bundan Əssalamu aleykum və rəhmətullah deyir, ona qədər yaxşılıqlar gəlir. Yaxşı, bir namaz deyir, bir dənə həcci ziyarətinin savabına bərabərdir. Özü ümrənin yox, həccindir. Yaxşı, onda həccin nə qədər savabı var? Deyir, bir dənə həccin savabı 20 ev dolusu qızılı, Allah yox, bir namazın 20 həcc savabı var. 20 həcc savabı var. Bir həccin isə bir ev dolusu qızılı o məxməsə günlərində, qıtlıq günlərdə, çətin günlərində, aclıq günlərində Allah yolunda sədəqə vermək savabına bərabərdir. Deməli, biz bir rəkat, 2 rəkat namaz qılanda elə bil ki, 20 ev dolusu qızılı Allah yolunda sədəqə veririk. Bunu biz başa düşürük də. Amma çünki rəftarımız düzgündür o namazla, gəlib deyir ki, vay olsun namaz qılır. Hacı, orada birdən də nöqtə qeyd olmalıdır. Məsələn, Quran-ı Kərim buyurur ki, Ərayətəlləzi Yukəzzibu biddin. O ayənin əvvəli, onu demirəm. Deyir ki, gördünmü o şəxsi ki, öz nəfsini özünə ilah qərar verir, bəli. Orada Sələ ilahə və həva deyəsən, bəli. Orada buyurur ki, yəni öz nəfsini özünə ilah qərar verib də, yəni öz nəfsi özünün bütüdür. Bəli. Burada deyir ki, vaylul lil musəllin, vay olsun namaz qılanların halına. Ardınca görürük ki, əslində bu namazdan istifadə eləyir. Bəli, əlləzinə fi salatihim sahun, əlləzinə yuraun. Riya eləyirlər, namazda səhləngar, başa düşmürlər, yüngül sayırlar. Burada deməli, bu adamın məqsədi budur ki, namazı özümə qul eləyim. Özümü namaza yox. Bəli, yəni namazdan öz xeyrim üçün istifadə eləyim. Məni görsünlər.
Bax bu orada onda bəli. Sən hər şeyi Təbiidir, özünə bəli. namazı qılırıq Allaha ibadət eləmək. Amma sən isə əslində namazı qılırsan nəfsinə ibadət etmək üçün. Yəni deməli sən özünə səcdə edirsən, öz nəfsinə səcdə edirsən. O cəhətdən o şəxslərə vay düşür. Elə namazdan, ibadətdən söhbət düşərkən Həzrət Əmirül Möminin əleyhissalamın namazı haqqında mən bir hədis qeyd eləmişdim burada. Hədis deməli məşhur hədisdir. Buyurur ki: "Kana Aliyyun aleyhissalam iza hadara vaqtas salat talawwana tazalzala." Namaz vaxtı gələndə rəngi dəyişərdi və başlayardı titrəməyə. Faqila lahu ma laka. Deyildi ki, ya Ali, sənə nə olub? فقال جاء وقت أمانة عرضها الله تعالى على السماوات والأرض والجبال فأبين أن يحملنها وحملها الإنسان في ضعف. Deyir ki, necədir belə olmayım? Elə bir əmanəti qaytarmağın vaxtı gəlib ki, Allah o əmanəti göylərə, yerə, dağlara təqdim elədi. Onlar onu daşımaqdan imtina etdilər, boyun qaçırdılar. Amma insan zəif ola götürdü o əmanəti daşıdı. O Quran ayəsində. Bəli də. İnnə arazəl əmanətə. Bəli, biz əmanəti dağlara təqdim etdik, daşlara, dağlara. İnsan qəbul etdi, onlar yox. Deyir, fəla ədri əhsinu izə amiltu əmla. Mən deyir, bilmirəm, yaxşılıq eləyirəm hal-hazırda, buna əməl etməkdə gözəllik eləyirəm, yaxşılıq eləyirəm, yaxşı əmanəti sahibinə qaytarıram, yoxsa... O mənadadır. Bəli. Yəni ki, mən namazın özünü düz qılıram, əmanəti qaytara bilirəm, yoxsa yox. Yəni namazın özünün də deyir də o söz, mənim namazımdadır, mən düz onu əmələ gətirirəm, yoxsa yox. Özəl əleyhissalam. Özəl Əmirül Möminin. İmam Səccad haqqında da eyni hədis qeyd olunub. Sonra deyir, İmam Səccad ki, çox qılırdı namaz. Deyir, İmam Səccad neçə şeydə Əmirül Mömininə oxşayırdı, bir də ibadətdə də. Dedilər ki, sən çox ibadət eləyirsən. Səccad ləqəbi elə çox səcdə eləyəndir, değil mi? O da dedi ki, gördü ki, mən bunları başa sala bilmirəm. Dedi, orada bir kitab var. O bükülüb əski parçasına, onu gətirin bura. Gətirdilər, deyir, onu açdı Həzrət və oxudu onu. Sonra deyir, qoydu yerə və sanki biraz o ağladı da, hönkürtü ilə ağladı. Dedi, baxın, bu Əmirül Mömininin kitabıdır. Onun rəftarları, onun əməlləri hamısı yazılıb. Və burada yazılıb ki, Əmirül Möminin gündə 1000 rükət namaz qılar. Burada ki, kim Əli ibn Əbi Talib kimi namaz qılmağa güc çatar? Bu İmam Səccad. Halbuki İmam Səccad əleyhissalamın bir ləqəbi də Zeynul Abidindir. Namaz zinəti. Namaz üstə nə qədər şeytan istədi, onu fikrin döndərə bilmədi. Ondan sonra ona o ləqəb, Hatifdən verildi o ləqəb. Əntə Zeynul Abidin. Gör İmam Zeynul Abidin əleyhissalam əleyhissalamın namazı barəsində o sözü deyirsə, gör bizim namazımız nə gündədir də. Və bir də məşhur o kəlamı da hacı istəyirəm, ona da toxunasınız. Buyurur ki, Əmirül Möminin əleyhissalam buyurdu ki, İlahi, ma abədtükə xavfan min iqabik. İlahi, sənin cəhənnəmin qorxusundan mən sənə ibadət etmirəm. Və la tama'an fi savabik. Sənin mükafatıva onun tamahlanıb namaz qılmıram mükafatını. Və lakin vəcədtükə əhlən lil ibadəti fəabədtük. Mən gördüm ki, sən ibadətə layiqsən. Bizdə o birisinin ikisi də onun içindədir. Yəni adam Allaha ibadətə layiq bilsə, ibadətül əhrar da azadələrin ibadəti. Onu namaz qılsa, Allaha layiq bilib ibadətə namaz qılsa,
o cəhənnəmdən qaçmaq da var orada, behişdə almaq da var orada. Bəli, bəli. Sadəcə o biri olanda, məsələn də bu niyyətlə olanda adam cəhənnəmdən qaçmaqdan da ötürü namaz qılsa hara gedəcək? Behişdə gedəcək. Bəli. Amma cəhənnəm qorxusundan namaz qılıb behişdə getmək, behiş təmənnasında da adam olsa, onda cəhənnəmdən nicat tapacaq. Çünki bunlar birini elədin, o birisi də olacaq sənin üçün. Yəni, məsələn, bu Əleyhisselam dinin sütunlarından sayanda dinin neçə dənə sütunu var? Biri əş-şovq, biri əş-şəfəq. Biri qorxudur, biri eşqidir, rəğbətdir. Qorxu nədən olmalıdır? Cəhənnəmdən. Deyir, və mən əşfəqə minənlər səla əni-şəhavat. Kim cəhənnəmdən qorxsa gərək şəhavatı buraxa, heyvani hissləri buraxa. Və mən əşfəqə iləl cənnə, fil cənnə, kim muştaq olsa behişdə, onu eləməlidir. Səri'a iləl xeyrat. Gərək xeyr işlərin dağılacaksın, qaçsın, sürətli olsun. Yaxşı? Və illa o eləməz. İndi adam cəhənnəmdən qorxsa, qaçsa, behişdə düşəcək. Behiş təmənnasında olsa, o əmələ eləsə, yenə behişdə düşəcək, cəhənnəmdən xilas olacaq. Amma cəhənnəmdən qorxub behişdə gəlib, behişdə təmənnası ilə behişdə gəlməklə birbaşa Allahı nədir? İbadətə layiq bilib behişdə gəlmək fərqlidir. O Rizvanullahil Əkbər məqamı behişdə həmin məqamdır. Bu şəxs əslində yəni bu Həzrət Əli ki bu sözü deyir, bu əslində Həzrət Əli özündən danışır da. Bəli. Yəni Həzrət Əlinin Allaha olan baxışı və Həzrət Əlinin o şəxsiyyəti, onun şəxsiyyətinin elementləri burada görünür ki, o necə şəxsiyyətdir. Məsələn, o ki deyir, mən cəhənnəm qorxusundan sənə ibadət etmirəm, bu sözü o şəxs deyə bilər ki, o günah etmir. Çünki günah edən şəxsin haqqı yoxdur bu sözü desin. Necə yəni cəhənnəm qorxusundan sənə ibadət eləmirəm? Deməli, bu adam günahsızdır. Məsumdur bu sözü deyir. Yəni, qətiyyən günahlar adama deyərlər, getsən hələ cəhənnəmdən xilas ol, sonra gəlməni layiq bil. Adama deyərlər, axı sən günahkar ola məni ibadətə edir. Məsələn, mən durub deyirəm, elan edirəm ki, mən nə cəhənnəmdən qorxmuram, nə behişdən təmənnam yoxdur. Mən Allahı ibadətə layiq bilirəm, ona görə ibadət edirəm. Məkkədə, Mədinədə bir dəstə çıxmışdı, Muhibbun Allah. Allah'ı sevənlər. Quran nə dedi onlara? İn kuntum tuhibbunallah fəttəbi'uni yuhibbukumullah. Əgər siz Allah'ı sevirsinizsə, tabi olun mənə. Allah deyir ki, gərək mənə itaət edirsiniz. Sonra Allah da sizi sevəcək. Əgər mənə tabi olmasınız, siz belə nə qədər gecə gündüz qışqırsınız da Allah sizi sevir. Allah deyir ki, sən məni ibadətə layiq bilirsənsə və tezdən axşama qədər şeytanın arxasındaydın. Günah eləyəndə adamlarda olur. Şeytanın arxasında. Qərinuhu əş-şeytan. Ləbisəl qərin. Onun qərini, dostu deyir şeytan, özü nəfis dostu var bunun. Günah eləyən nədir? Allah rəhmət eləsin Seyyid Əbdülqasım Nəbatinin bir misrası var, bir dənə şeiri var. Ya Rəb, niyə mən insan oldum, acığım gəldim, məgər aşıq insan oldum, belə şeiri var. Gəlir bir yerdə çatır, deyir, şükrilillah ki, mən küfrüdə buldum iman. İndi bildim ki, yəqin mən də müsəlman oldum. Açı, küfürdə sən kafirlikdə necə iman tapdın? Bəli, kafirlikdə tapdım mən. Şeytana həmin ayətlər kürsünün. Və mən yəkfir bit tağut və yömün billah fəqəd istəmsəkə bilübətil uska. Sən şeytana asi olmalıydın, sən şeytanı inkar eləməliydin, mənim yanımda olmalıydın. Sən şeytanın yanında ola məni ibadətə nətərdir? Bu neçə də hədisdə də var da, bir neçə yerdə söz əslində məsxərədir. Söz deyir o. Ki, insan dediyinin məsələn əksini eləyir. Mən də Allah səni sevirəm. Zikr eləyə, günah eləyə. Dili zikr eləyir, gözü günah eləyirsə, fikri şey eləyir, günah eləyir. Ona görə də dua barəsində deyir ki, deyirlər, qalınan hal gərək üst-üstə düşsün. Yəni, dediyin kəlmələrlə daxili halın, hissiyyatın üstə düşsün, onda o fayda verir. Yoxsa dilim sizə bir söz deyir, fikrində başqa bir şeydir, o fayda vermir. Sonra hacı,
Məsələn, mən deyirəm ki, bu vaxtda mən deyirəm ki, ilahi yox, sən cənnətinə görə sənə ibadət eləmirəm. Bu sözü o şəxs deməlidir ki, dünyada heç bir nemət, heç bir ləzzət onu özündən çıxartma, haqdan çıxartma. Heç özünə cəzb eləmir. Cəzb eləməsin. Heç halalına deyir, dünya, aleyhissalam deyir, dünya tuhadi'uni kənni ləstə ərifi halək. Ay dünya, məni alladırsan, ki, heç mən səni tanımıram. 3 dəfə təlaq mövzusu var. Bəli. Həzərəl məlikü həraməhə və ənəstənəbtü həlaləhə. Bəli. Allah sənin haramından məni çəkindirib. Amma mən sənin halalından da istinad eləmişsən. Adam var 5 manata görə qardaşından küsür, bacısından küsür. Nə bilim, dava qonşusundan da gecə gündüz qırğındır, amma gəlib deyə ki, yox elə mən cənnətə görə sənə ibadət eləmirəm. Bu nə dərəcədə düzgündür? Elə düzdür. Deməli, bunu deyən adam həqiqətən də bu mərhələdədir ki, dünyada heç bir nə günah edə, nə də heç bir cazibə onu özündən çıxartmaya, cəzb eləməyə. Bir də bir şey rast gəlib racimana. Sənədin dəqiq bilmirəm. Deyir, Əleyhisselam getdi, gördü bir qoca arvad oturub. Dedi, yeməyə bir şeyim var. Dedi, hə, Allah bərəkət versin. Deyir, nədir? Açdı bir dənə quru çörək də, belə, bizdə deyirik, dizinə vurdu, sındırdı. Ancaq arvad deyir, bir dənə də ağac qoydu ora. Əleyhisselam da çıxartdı, qılıncı qoydu ora. Yeyib qutarandan sonra arvad Əleyhisselama dedi ki, o qılıncı ora nüş qoydun, məndən qorxusan, deyir, yox. Deyir, mən niyə qoydun? Deyir, sən ağacı niyə qoydun ora? Deyir, sən birdən deseydin ki, ay qarı, ay məsələn nənə, çörəyin niyə qurudu, bu ağacla vuracaqdın sən. Deyir, sən qılıncını, deyir, birdən sən də üzrxahlıq eləseydin, da sən Allah bağışla, mən də qılıncla vuracaqdım sən. Biz Əleyhisselamın dostları, şiələri süfrəmizə gətirib belə bir şey qoymağa da imkan yoxdur. Qaşığı əlimizdə tuturuq, yerə qoymağa imkan yoxdur. Süfrədə o qədər nemət var. Hələ axırda belə də üzrxahlıq deyirik ki, sən Allah bağışla ona. Bağışla onda da bu oldu. Balam, nə olmalıydı? Supermarketə gəlməmsən ki, elə hər şeydən alıb gedəsən. Süfrədir də. Bizə birindən yeyəndə daha çox dadlı olur. Özdə biz vərdişdən, adı da gəldi, söz bura çıxdı. Qədr gecələrindən və fəzilətlərindən danışanmadır. Vərdişdən asılıdır. İnsan vərdiş edib. Ondan da bir dənə, bundan da bir dənə, ondan da bir dənə. Vədəmizi özümüz pis öyrətmişik. Gözümüzü özümüz pis öyrətmişik. Elə bir tikə pendir çörək yesin, dursun, sonra sən cibə də pul salsalar, gəlib əli uzatmayacaqsan ora. Doydun da qutardı, boğazdan keçən kimi qədərdir. Düşdü, orada oldu, baktı oldu, qutardı mövzu. Dünya söndü. Kababın da ləzzəti getdi adamın gözünün qabağından, pulun da getdi, ləvənginin də getdi, aşın da getdi, bozbaşın da getdi. Hamısı bu doyana qədərdir. Ona görə biz o qədər özümüzü yumuşaltmışıq, o qədər özümüzün nəfsini, mən özümdən deyirəm, amma nəfsimizə tabi eləmişik, o qədər vücudumuzu, ağzımızın o bir dəqiqəlik dadına nökər eləmişik, aləmi dağıdırıq. Amma elə bitikə ondan, bitikə ondan, bitikə ondan, bunlar da töküldü qaldı. Qonşuda da fəqir acından ölür. Qaldı ya bunları yığaq axaraq verək. Ondan Allahın acığı gəlir. Niyə fəqir sənin lən tənalul bir rəhətdə tunfiqu mimma tuhibbun demir Quran. Xanım Zəhra niyə gəlinliyi paltarını çıxartdı verdi? Köhnə paltarını verərdi də, elə deyir. Təzə paltarını çıxartdı verdi köhnəni. Niyə? Çünki deyir, yərhəməkallah, deyir ki, çünki Allah Quranda belə deyib, sevdiyindən verərsən. Təbiidir, bir dənə xanım, bir dənə gəlin, bir dənə qız o paltarın toy paltarıdır da, hamının onu sevir. Yaxşı, adam var görsən, məsələn, 50 ildir, məsələn, bəylik ayaqqabısını saxlayıb, nə bilim nə. Nə olacaq? Bu 100 ildə qalsın. Geyib ondan cəhənnəmdən keçəcəksən, yandırmayacaq cəhənnəm, elə yandıracaq, ayaqqabının içində ayağı yandıracaq. Allah izah eləsin. Allah izah eləsin. Ona görə biz gəlmişik o cürə, sonra da axırda dibindən aparır veririk. Amma qədim adı nənələrimiz evlərdə yemək olanda siftəsindən çəkib qonşuya göndərirlər. Yadımdadır, məsələn, kətdə qurbaniyat kəsirdilər, ya elə qurban bayramında, ya bəzən görsən də bu yağış yad olmayanda cəmaat yığışıb bir qurbaniyat kəsirdilər.
elə siftəsindən vurub, məsələn, o indi bir nəfər, iki nəfər, kimsə yetim, yesir, fəqir, siftəsindən göndərirdilər ona. Sonra başlayırlar cəmaatı özünə bölməyə. Hələ bu, sən əti götürüb, payı götürüb evə gələnə qədər fəqirin qazanı başlayırdı qaynamağa. Əli əleyhissalam da onu İmam Həsənlə İmam Hüseyin əleyhissalamı vəsiyyət edir. Deyirəm, Allaha fil əytam. Allahdan qorxuna yetimlərin barəsində. Bir gün qazanları qaynasın, bir gün qaynamasın, Allaha cavab verə bilməyəcəksiniz. Görürsən, biz məsələn, bir dəfə, bir dənə, gördük elə, hamı verir, hamı paylayır, hamı şey edir. Mən də özümü toplayıram, məsələn, bir dənə bu boyda klok düzəldirəm, içərisinə nə yığıram? Vərməşil, makaron, nə bilim, nə. Valla, bu illər ərzindəki bu çətinliklər oldu. Bir nəfər demişdi, valla da uşaqlar da yemir makaronu. Hatta da indi imkanı olmayan makaron alıverirsən. Biri mənə dedi ki, fitr bayramında yer gəlmişdən qabaqdan gəlir. Nə çıxardım? Dedim, sən düyü çıxart. Özdə o bahalı düyüdən çıxart. Nə olub, niyə? Dedim, sənin imkanın var da. İmkansız da un çıxarsın, imkansız da buğda çıxarsın. Ondan sonra kasıb da dursun, məsələn, kiloyu məsələn 1 manatdan hesab eləsin. Səncə, məsələn, da adam başına 3 kilo düyüdür, 3 kilo undur da buğdadır, elə deyil. 3 kilo sən adam başına 3 kilo düyü ver. O yetimlərdə düyü görsünlər, düyü yesinlər. Bu cürədir, təqva onunla qazanılır. Hacı Qədr gecəsidir, bir şey də danışanmadı, amma bir dənə mən... Qədrin mahiyyətindən əsas. Bəli, o cürək, bu gecə də axırıncı gecədir, hədis də deyir ki, bu Qədr gecəsi peçatı vurur da. Bəli, imza bu gecə olur. İmza bu gecədir, bu gecədədir və kim bu gecə bağışlanmasa da qaldı gələn gecəyə. Gələn gecəyə. Mən əhya, bu hədisi oxuyum tamam. Leylətə səlasin və işrin, kim 23-cü gecəni, yəni bu gecəni əhya eləsə, fəkənnama əhiyyət dəhrə kullə. Elə bil ki, bir ili bütöv əhya eləyib. Bir il Qədr gecəsi olub. Allah inşallah qismət eləsin. Amin Hacı, çox sağ olun, təşəkkür edirik. Dəyərli, gözəl mucizəvizə görə, çıxışlarımıza görə, fikirlərimizə görə. Allah razı olsun inşallah. Qədr gecələrinin fəzilətini hamımıza nəsib eləsin. Amin, amin. Çox sağ olun. Allah'a əmanət olun. Allah təala qəbul etsin. Allah Qədr gecələrinizi qəbul etsin. Allah təala bu gecə bütün hacətlərinizi, bütün dualarınızı sizə bəxş eləsin. Amin. Allah təala İmam Zaman ağanın zuhurunu təcil eləsin inşallah. Bizi də unutmayın. Dualarınızda Allah'a əmanət olun.